Salam müəllimə, necəsiz? Salam, hər vaxtınız xeyir. Salam müəllimə, axşamınız xeyir. Qrupda cavab gəlməyən müəllimlərdən Salam kimsə var? müəllimlər, hər vaxtınız xeyir olsun. Gözünüz aydın, hər birinizin gözümüz aydın olsun. Təbrik edirəm hər birinizi. Çox sevindim. Hər birinizin adına çox sevindim. Çox gözəl ballar toplamısınız. Bal anlayışı bizim belə deyim, icmada yeni bir şeydir. Heç düşünmürdüm ki, bal ola. Aytən müəllimə, narahat olmayın, cavablar çıxacaq inşallah. İnşallah ki, sizə də müsbət cavab gələcək. Çox az bir qismə, çox az bir qismə mənfi geri dönüşlər edilib. Hər biriniz adına çox sevincliyəm xanımlar. Təbrik edirəm. Öz müdavimlərimi də, həmçinin digər müəllimləri də təbrik edirəm. Salam müəllimə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Müəllimə, bəs hamı keçibsə kim qəbul olacaq ora? Gün yaxşı olacaq. Baxın, mən keçən səfər qrupa da yazdım ki, müəllimlər 85-90% ehtimalla bütün müəllimlər keçəcək, müsahibəyə dəvət alacaq. Mən bunu öz qrupumda da demişdim, ödənişsiz qruplarda da demişdim. Elə də oldu. Yəni həqiqətən də düşündüyüm şəkildə də oldu ki, bir çox müəllim əksəriyyətə 90% ehtimalla bu müəllimlərin hər biri müsahibədən dəvət aldı. Qalanlar o 30 balı keçməyənlər var. Gördünüz ki, xanımlar balla oldu. 64 bal etməklərinin güman ki bir səbəbi var imiş. Deməli bal sistemi ilə artıq icmanı edəcəklər və bunu bizə bildirməmişdilər. Bu çox haqsızlıq idi. Ay nə qədər zəng gəlir. Bu çox haqsızlıq idi. Yəni mən bu qədər haqsızlığı düşünə bilməzdim ki, eləsinlər. Müəllimlərə əvvəlcədən xəbərdarlıq etmək lazım idi ki, bəs bal olacaq, minimum balımız olacaq, minimum balımız 30-dur. 30-dan aşağı toplayanlar müsahibəyə dəvət almayacaqlar. Gördünüz, yəni qırmızı yazılanlar, xeyir cavabı gələnlər müsahibədən kəsirdilər. Onlar müsahibəyə dəvət alınmamışdı. Yəni ki, Salam müəllim, hər vaxtınız salam xeyir. canım, salam, hər vaxtınız xeyir olsun. Bir saat olsa bilərəm, zəhmət olmasa. Buyurun, əlbəttə. Mən müəllimə işə qəbul imtahanına da hazırlaşıram. Onun da müsahibəsi var, ayın ikisidir. Üst-üstə düşə bilər bu müsahibələr. Yəni vaxtı. Belə deyək də, yalvaraq ki, Allaha yalvaraq ki, olmasın. O mən deyə bilmərəm, dəqiq bir məlumatım yoxdur. Müsahibənin hansı gün olacağı ilə barəsində. Dəqiq. Təxmini əvvəl Ay Bəniz müəllimə, niyə ağlayırsınız? Siz keçməmisiniz müsahibədən? Mənim ay Bəniz müəlliməm. keçmişəm. Şükür, mənə yazmamısınız. Bilmirəm. Mənə yazanları bilirəm ki, müdavimlərimdən keçib. İlahi, yüzlərlə mesaj gəlib mənə. Çatdırıb oxuya bilmirəm. Ona görə dedim ki, açım, zəng açım, siz də danışın, mən də danışım. Salam müəllimə, hər vaxtınız xeyir. Əllə qaldıraq, sual cavab etmək istəyirəm. Əllə qaldıraq, suallarınızı ünvanlayım. Təbrik edirəm. 30-dan aşağı toplayanlar keçməyib. İlahi, imkan verin. Buyurun. Buyurun əzizim, buyurun eləyəm. Məndə 31 baldır, müəllimə. Müsahibədən artıq yığsam da, yaxşı toplasam, məndən yenə bal yüksək yığanlar götürüləcək işə yoxsa? Bunu mən düşünmürəm ki, şəxsən öz şəxsi fikrimdir ha, yəni öz düşüncəmdir ki, müəllimlər, balın müsahibəyə önəmi olmasın. Sadəcə psixoloji yoxlanışa görə balla hesablayıblar ki, hə, bu baldan yuxarını biz keçirdək, bu baldan aşağı kəsilsin. Düşünmürəm ki, balın müsahibədə bir önəmi olsun. Çünki balın nə qədər fərq olub aranızda, maksimum 7-8 ballıq fərqlər vardı da. Uçurum fərqləri yoxdur axı. Bu birinci. İkincisi olaraq müsahibədə ən yaxşı olan qazanacaq. Ən yaxşı müsahibədə çıxış edən, nitqindən, diktasından düzgün istifadə edən, parazit səhvlərdən ən az şəkildə istifadə edən, düzgün formada bədən dilindən istifadə edən, düzgün formada psixoloji situasiya cavablarına cavab verən, metodika suallarına cavab verən müəllimlər müsahibədən ən yaxşı olaraq seçiləcək və dəvət alacaqlar. Yəni dəvət deyəndə ki, artıq işə qəbul olacaqlar. Çox sevincliyəm ki, bugün cavablar çıxdı. Həqiqətən çox həyəcanlıyam. Öz adıma da çox həyəcanlıyam. Müəllimlərim adıma da həyəcanlıyam. Çox sevinirəm sizin adınıza, əzizlərim. Çoxdandır gözləyirsiniz. Gözünüzün kökü saralmış. Sual verə bilərəm. Bəli, bircə saniyə. Şəbnəm müəllimə ilə başlayaq. Kim sual vermək istəyir, əlin qaldırsın, o formada gedəcəyik. Şəbnəm müəllimə, buyurun. Axşamınız xeyir olsun.
Mən 37 bal yığmışam. Yəni bu 64 ballıqla hesablansa əgər də, yəni bir sual bir balsa, Dəqiq düşünürəm deyil, mənə görə 64 balla hesablanıb. Bunu bu yaxınlarda öyrənib dəqiqləşdirəcəm. Balın önəmi yoxdur müsahibəyə. Hələ ki elə düşünürəm. Elə bir şey olsa mən yazacağam qrupa ki, bəs belə-belə. Belə bir məlumat var, Amma sizinlə bölüşəcəm. düşünürəm ki, mən müsahibədə hər ikimiz də, yəni iki namizəd də yaxşı cavab vermişiksə, yəni 39 yığanı ya 38 yığanı Ona seçərlər yox, də. ixtisasa baxacaqlar. İxtisasa. Hı -hı. Tamam müəllim, çox Bir sağ də olun. yadınızda qalsın, 60 ballı olduğu düşünmürəm. Mən 50 bal olduğunu düşünürəm. Yəni 50 balı hələ ki keçən olmadığına görə mən 50 bal olduğunu düşünürəm. Müəllimə, bizim qrupda var 50 bal keçiblər. 50 bal keçib varsa, hə, deməli 50 baldan yuxarı. Deməli 50 bal 60 da. Müəllimə, sual verə bilərəm. Deməli sonra ikinci olaraq Günel müəllimə, Günel Baxışeva. Salam müəllimə, axşamınız xeyir. Axşam. Müəllimə, məndə də 38 baldır. Elə mən də bayaqdan qulaq asıram. Onu deyəcəydim ki, yəni biz o müsahibəyə çağırıldıq. Cavablar eyni oldu və yaxud da orada bala baxacaqlarmı? Necə eyni ola bilər müəllimə? Eyni sözlər. Müəllimə, necə cavablar? Üzrlə, yəni həyəcanlıyam. Yəni necə, məsəl üçün müsahibə cavablarından məndən də razı qalıblar, sizdən də razı qalıblar. Onda bəncə ixtisasa baxırlar. Bala da baxma ehtimalları ola bilər. Yalanla mən sizi yönləndirməyim. Çünki dəqiq bir məlumatım yoxdur. Sizi kimi mən də bal sistemi ilə indi tanış oldum. Hal-hazırda yenicə isti tanış olduq bal olduğuyla icma barəsində. Bunu dəqiqləşdirib, təkrar edirəm. Bunu dəqiqləşdirib mən qrupda paylaşacağam sizlərlə. Ödənişsiz qrupumuzda Müəllimə, mən yazacağam. sizə bir sual da verim, zəhmət olmasa. Müəllimə, bəs müsahibə nə zaman ola bilər? Təxmini belə bilgilər. Sentyabr ayının maksimum 7-sinə qədər, yəni 1-ci həftəsinə qədər yekunlaşacaq. Çox uzağa gedəcəklərini düşünmürəm. Biri ikisi arasında olma ehtimalları var. Keçid 30-dur. Keçid 30-dur müəllimlər. Yəni 30-dan aşağı toplayanlar kəsilib. Yəni 28, 29,90 toplayıb 10, 0,10-la kəsilənlər olub. Belə, üçüncü olaraq Kərim Kərimli adıyla. Buyurun. Əllərinizi salın Günel müəllimə. Sağ olun əzizim. Müəllimə, mən bilmək istəyərdim ki, bu müsahibədə mənim balım 36 tamdır da, yəni 36-dır. Mən yəni bu keçmişəm. 64 onda bal şkalonda 64 olur sizcə? Dəqiq bir məlumat yoxdur əzizim. Yəni 64 dənə sual var. Yəqin ki, hər biriniz bilirsiniz. Bu 64 dənə sualın belə deyim, 3 dənəsi də əlavə olaraq da 64 plus 3 də açıq sual idi. Açıq sual necə hesablanıb? Bunu bilmirik. Əmin olun ki, çıxıb onun xəbərdarlığını edəcəklər. Neçə baldan nə qədər nədir? Bu balın müsahibəyə təsiri varmı? Daha sonra neçə bal üzərindən yoxlanılıb? Bu barədə onun məlumat atacaq. Sadəcə biraz istidir hal-hazırda. Mən zəng də edə bilmirəm. İcmaya layihə rəhbərlərinə zəng də edə bilmirəm. Çox məşğuldurlar hal-hazırda zənglərdən ötürü. Amma biraz zənglər səngiyəndən sonra mən əlaqə saxlayacağam onlarla. Bunu dəqiqləşdirəcəm ki, neçə bal bu balın müsahibəyə təsiri varmı? Yəni müsahibəyə balın mı təsiri var, yoxsa ixtisasın mı təsiri var, yoxsa yaxınlığın mı təsiri var? Yəni bu barədə mən dəqiqləşdirəcəm, əmin ola bilərsiniz. Eyni sualı xahiş edirəm, verməyin ki, yeni suallara müəllimlər icazə verin. Görək başqa nə suallar verəcək. Oldu, çox sağ olun. Olun əzizim. İkinci Zümrüd müəllimə. Salam Fidan xanım, hər vaxtınız xeyir. Mən bir şey bilmək istəyirəm ki, bu deyirlər ki, bir il işləyəcəksən, əgər keçsəm də müsahibədən inşallah, bir il işləyəndən sonra sən özün uşaq yığmalısan. Belə bir söhbət dəqiqdir ya yox? Valideynlərlə əməkdaşlıq etməyinizi istəyirlər, əlaqə saxlamağınızı istəyirlər. Biz niyə görə deyil? Teritoriyada olan, bircə saniyə icazə verin, çatdırım əzizim. Olaraq o məlumatı mən əldə edəcəm. Bir il sizə uşağı verirlər, hazır uşağı verirlər. Artıq gələn illərdə o teritoriyanın insanları ilə əlaqə saxlamağınızı istəyirlər ki, varsa uşaqlarını reklam edərək, öz icmanızı, etdiyiniz layihələri, işləri reklam edərək cəlb etməyinizi istəyirlər. Amma qapı-qapı, mən hələ ki eşitməmişəm, qapı-qapı düşün, uşaq yığın söhbəti yoxdur. Aha, başa düşdüm. Biz niyə mənim daimi iş yerim var hal-hazırda. Yəni 8 saatda işləyirəm. Mən yəni bilim ki, əgər belə olacaqsa heç müsahibəyə qatılmayım da. Çünki mən belə istəmirəm də. Mən yəni durum uşaq Yəni belə bir şey yoxdur. Qapı-qapı düşüb uşaq yığmağınız mən hələ ki eşitməmişəm. Bir də ki, əgər mən məsələn daimi iş yerim varsa 8 saat, mən onu işləyə biləcəm həm orada, həm burada çıxmayım da. 8 saat işiniz varsa xeyr. Çünki ondan saat 2-yə qədər maksimum
Ondan icma. 2-yə qədər. Ondan 2-yə qədər 10, 11, 12 2 saatlıq. 2 saatlıq sizin məsəl üçün bir müəllimənin simenidir. 12, 1, 2 olaraq da bir müəllimənin simenidir. Mən 2-dən 4-ə bilirdim. Onda heç yəni çıxmağa dəyməz də, yəni daim işindən. Yəni mən belə bilirəm də, bir region üzərindən bəzi regionlarda belədir. 2-dən 4-ə qədər icmanın olduğunu düşünmürəm müəllimlər. Yəni regionlarda 2-dən 4-ə qədər icma var. Yəni fikirləşdim məktəbə qədərlərdə elədi, axı Yox, 2-dən yox. 4-ə, ona görə başa düşdüm ki, bəlkə Ondan icma 2-yə da olur. qədərdir. Onda heç nəcəbsə 8 saat yazmışam, nəsə mənə qəbul eləmişdilər. Dedim yəqin qəbul eləməzlər də, çünki hal-hazırda iş yerim var. Ona Sonra görə. 3-cü Heç nə, olaraq o deyil. Aybəniz müəllimə. Mənim Çox sağ olun. dəyərli Aybəniz müəlliməm. Sağ olun əzizim. Çox Təşəkkür sağ olun. Müəllimlər, hər birinizi təbrik edirəm. Sizi müəllimə sizə təbrik edirəm. Mən deyir sizindir ki, bu qədər Çox sağ olun. Biraz zəhmət olmasa telefona yaxın əyləşin ki, mən sizi eşitmirəm. Tamam. Mən təşəkkür üçün əl qaldırdım. Çünki mən heç bir məlumatım yox idi. Mən məktəbə qədər təhsili bitirmişəm. İstədim icmadan şansımı sınayım. Nə qədər material axtardım, tapa bilmədim. İmtahana bir gün qalmış, təsadüfən sizin YouTube-dan dərsini çıxdı qabağıma. O dərsi mən bir dərsi 2 dəfə izlədim. Səhər getdim, imtahanı verdim. 39,20 toplamışam. Həqiqətən. Maşallah. İngilizce. Yəni sizin bir dərsinizi 2 dəfə çevirib baxmışam. Всё. Hələ orada da Əzizim. orada biraz da şey oldum. Məktəbin nömrəsini unutmuşdum deyə 10 dəqiqədə gec başladım. Yəni bayağı yuxarı ola bilərdi. Çox gözəl bal toplamısınız. Təbrik. Təşəkkür edirəm. İnşallah ona görə də mən sizlə müsahibəyə qoşuldum ki, yəni bu işin haqqı halal olsun da. Çünki sizdən məlumat alıb getmişdim mən. Can əziz. Halal xoşunuz olsun. Hər bir material, hər bir əziyyət, hər bir də halal olsun. Çünki çox əziyyət çəkdik. Şəfəq müəllimə, burada olan müəllimlərim var. Məsəl üçün Şəfəq müəllimə mənim müəlliməmdir, Nuranə müəllimə, Aybəniz müəllimə, Fatimə müəllimə, gördüklərim bunlardır. Çoxu mənim müəllimlərimdir, hazırlaşdırdığım müəllimlərdir. Çox həyəcanlı idilər. Hər birini bir daha təbrik edirəm. İnşallah ki, bu həyəcanımız müsahibədən sonra da olacaq. Sonra 3-4 Uğur Qəfərov adıyla qoşulan müəlliməmizlə davam edək. Xahiş edirəm Zümrüd müəllimə və Aybəniz müəllimə əlinizi aşağı salın. Digər müəllimlərə əlləri qalxa bilsin yuxarı. Uğur Qəfərov adıyla qoşulan. Salam əziz. Salam. Mən də ilk öncə təşəkkür edirəm. Sadəcə 3-4 gün sizin dərsinizə baxaraq 39,30 balla mən də keçmişəm. Təbrik edirəm əzizim. Çox gözəl. Çox sağ olun. Bir də bir şey soruşmaq istəyirdim ki, müəllimə, ola bilər ki, yəni bu 39 balla sonra nəsə ola müsahibəyə çağırılmaya. Yəni ki, yenidən seçələr də daha yüksək balları çağırırlar. Bal sistemini yenə də bayaq müəllimlərə də dedim. Bal sistemini dəqiqləşdirib qrupa yazacağam. Çünki dəqiq bir məlumat bilmirəm bu barədə. Dəqiqləşdirib sonra yazacağam. Çünki balla mən də sizi kimi ilk dəfə qarşılaşdım. Biz indiyə qədər elə bilirdik ki, bal yoxdur. Məqbul və qeyri-məqbul olaraq götürülür. Amma bal olaraq yazılmışdı ki, filan baldan aşağı, yəni 30 baldan aşağını kəsildilər, yəni keçməyib kimi götürüldülər. Amma 30 baldan yuxarı 60 bala qədər hələ ki deyirlər. Yəni bu bala qədər. Bayaq dediniz müəllimə, bir məktəbdə 2 müəllim, yəni smenlə işləmək var. Bəli. Yəni 2 saat olur icma qrupları. 2 saatdan əgər artıq olursa tam smen işləyirsiniz. Yarım smenlərdə, yarım oklad kimi gedir də, yarım smenlərdə 2 saatlıq olur. Saat 10-dan 12-yə qədər bir müəllimdir, 12-dən 2-yə qədər də bir müəllimdir. Bu regiondan regiona da dəyişir. Aha, çox sağ olun müəllimə. Sağ olun əzizim. Müsahibə ilə bağlı yenə də deyim, müsahibə ödənişsiz dərsimiz olacaq. Yəni mən sizə söz vermişəmsə bunu edəcəm. Müsahibə dərsinə qədər sizə bir dənə ödənişsiz müsahibə dərsim olacaq. Suallar üzərindən çox gözəl, belə lokum kimi türklərin sözü olmasın, özümkilərə deyirəm, həmişə gülürdülər. Lokum kimi çoxlu suallar tərtib etmişəm. Həmçinin sizlər də bunlardan işləyəcəksiniz. Ödənişli qrupumuz da, ödənişli qruplarımız artıq yekunlaşdı. Birinci açdığım 4 dənə qrupum, yəni tam qrup idi, hər biri doludu qruplar idi, hər biri bitdi şükür Allaha. Bir dərs qalıb, bu həftə bitirir onları. Necə? Mən indi məsəl üçün istəsəm sizə müsahibəyə qoşulmaq olur, yəni yer var. Bəli, yerlərimiz var, təzə açmışıq qrupları. Belə deyim də, sürət qrupu artıq açırıq da, yəni həftədə 2 dəfə alınan bir söhbət deyil. Həftədən tam günlərində artıq hər gün çalışacağam ki, sizlərə dərs deyəm.
Səhər və axşam olmaqla 2 qrupa bölünəcək. Mən bunu planlı olaraq yazacağam. Ödənişimiz 30 azındır. Nömrəmi qeyd etmişəm. Nömrəmi burada qeyd etmək istəyirəm. Kim ki nömrəmi bilmir. Aha, 268 04 17. Bizim yəni müsahibə dərslərimizin keyfiyyətlərini ancaq qoşulanlar bilir. O da mənim müəllimlərim lap yaxşı bilirlər. Hər birinə sonsuz təşəkkür edirəm ki, mənə inanıb mənimlə bu yolda getdilər. İnşallah ki, tamamlanmış bir şəkildə də mən onların müəllim adını, müəllim statusunu qazandıraraq özümü taclandıraram. Dünən belə bir söz işlətdim dərsdə. Dedim mənə ilk dəfə müəllim deyilən zaman mən özüm çox kövrəlmişdim. Mən sizə də arzulayıram bu kövrəlməyi ki, o ilk dəfə müəllim adını siz də eşidib kövrələsiz. İnşallah ki, eşidəcəyik. Sonra baxım görüm kimlər var. Altun Cəbrailova adı ilə qoşulan müəllimə. Salam müəllim, Axşamınız xeyir olsun. Zəhmət olmasa telefonu biraz yaxın əyləşin, səsiniz gəlmir. yaxşı müəllimə. Çox sağ olun. Minnətdaram bizi belə gözəl məlumatlandırırsınız hər zaman. Sualım isə budur ki, müəllimə, məsələn, indi bizdə orada nəticələrimizdə bəzilərinin altında link görünür və sonda yes yazılır. Mənim qaldı, amma məndə sadəcə mavi tik olaraq yazılıb ki, keçib altında. Bu nə deməkdir? Normaldır müəllimə. Birinci gələnlərə yes olaraq gəlmişdi. Sonradan düzəliş etdilər, keçib yazdılar. Yəni bu dəqiqdə məndə 42.7. Yəni 42 toplamısınızsa birinci keçmişsiniz. Problem yoxdur sizin üçün. Müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Müəllimə, 40.15 necə baldır? Super baldır. Təbrik edirəm sizi əzizim. Mən Rəşad Bayramov adına qoşulmuşam. Yoldaşımın adı da Əlzadə Gülnuriyə qrupunuzda, axşam Bilirəm, qrupunuzda. sizin qrupunuzda mən bütün adları tanıyıram. Mənim qrupuma kimlər qoşulubda hamısını bilirəm ki, kimdir. Burada ola bilsin dedim, birdən xatırlamazsınız. Adam onun üçün dedim müəllimə. Çox sağ olun. Narahat olmayın. Mən sizi tanıyıram. İnşallah müsahibədən də yaxşı keçərik. Çox sevinmişəm. İnşallah. Belə də sevinməyə davam edərsiniz. İnşallah Allahdan Müəllimə, əmri arzum sizin üçün budur. Müəllimə, Eşidirəm. bir hesab edeyim. Bir sualım bayaq qalmışdı. Biz necə ki qeydiyyatdan keçəndə siyahıda adlarımız görünürdü. İndi ballarımız görünəcək, yoxsa bu şəxsi səhifəyə gələn bir şeydir də? Ballarınız güman ki görünəcək. Yəni şəxsi Elə. səhifəyə gəlsə belə siz onu şəxsi qeydiyyatdan keçən zaman şəxsi səhifənizə getmişdiniz də, yəni yazmışdınız. Yuxarıda görünə bilər. Sonra Müəllimə, bir sual vereyim, üzr istəyirəm. buyurun verin. Başlayalım edək digərləri ilə. Bizim məktəbi seçən vakansiyalarda indi onları necə biləcəyik ki, kimləri çağırırlar? Belə deyim, yenə vakansiyaların siyahısını çıxarsalar bu şəkildə bilə biləcəksiniz, amma inanmıram bundan sonra da vakansiyaların siyahısını çıxardalar. Artıq rəqiblərinizi bilməyəcəksiniz bundan sonra. Yalnız belə deyim də, bundan sonra qruplarda biraz sorğu-sual edin ki, hardansınız, bu falan məktəbi seçən varmı, falan nömrəli məktəbdə düşən varmı? Yəni bu şəkildə öyrənə bilərsiniz. Başqa formada mən inanmıram ki, təkrar olaraq siyahını çıxardalar. Çox sağ olun müəllim. Sonra Aytac müəllimə ilə davam edək, sıralı olaraq davam edək, xahiş eləyirəm. Aytac müəllim əlini qaldırıb bayaqdan gözləyir. Salam müəllimə. Müəllimə, bizə müsahibənin nə vaxt olacağını 5-10 gün əvvəldən bildirəcəklər. Dəqiq bir şey deyə bilmərəm, çünki keçən il maksimum bir həftə qalmış xəbərdarlıq etdilər. Yəni bir həftə qalanda xəbərdarlıq edirlər də biz bilək. Ən azı keçən il belə olmuşdu ki, bir həftə qalmış demişdilər. Yəni bu qədər də gecikdirməmişdilər də cavabı. Mən yenə də deyirəm, oktyabr ayının 1-i siz işdə olacaqsınız. İşə qəbul olanlar oktyabr ayının 1-i işdə olacaq. Ona görə biraz sürətli edəcəklər. Bizim də sürət qrupumuz elə buna baxaraq sürətləndirilmiş bir rejimdə gedəcək. Bir də bu dediniz icmal dərslərinin vaxtı da 2 saat olur deyəsən. Həftədə 4 dəfə 2 saat olur, ya necə? 2 saat olduğunu dəqiq deyə bilmərəm müəllimlər. Minimum saat yarım olur. Yəni 2 saata doğru da gedir. Mənim ən çox dərsim 2 saat olub, ən az dərsim saat yarım olub da. Yəni dəqiq 2 saatı götürmürəm də, dəqiq deyə bilmərəm bu barədə.
Çox sağ olun Həftənin müəllimə. də günləri 4 gün yox, bəlkə də 5 gün oldu. Hal-hazırda planımı qurmalıyam. Qrupları tam doldurub axşama qədər sadəcə müəllimlər mən götürəcəm. Maksimum da sabahlıq qeydiyyat açacağam. Çünki çox əlavə müəllim götürə bilməyəcəm. Mənim də artıq əlavə dərslərim də var. Müəllim hazırlaşdırıram, fərdi müəllim də hazırlaşdırıram. Məktəbə qədər qruplarım da var, bağça müəllimləri üzrə, müdürlük qruplarım da var. Bunları idarə etmək də var. Ona görə çox müəllim götürməyəcəm. Yenə də deyirəm, əgər müsahibəyə hazırlaşmaq istəyirsinizsə ki, mənim çox gözəl PDF-lərim var. Əlavətən yazın, mən sizi qruplara əlavə edim. Bu şəkildə hazırlıqlara başlayaq. Yox, bir-iki gündən sonra mən yazaram, onsuz da hələ var, nə bilim, vaxtı düşünürsünüzsə, mən onda artıq götürməyəcəm, yenə də deyirəm. Sonra təşəkkür edirəm Aytac müəllimə. İkinci olaraq Orxan Rufullayev adı ilə qoşulan, Xurşud müəlliməm də burdadır. Orxan Rufullayev adı ilə qoşulan Aytac müəllimə zəhmət olmasa əlinizi aşağı yuxarı qalxsın. Salam müəllim, axşamınız xeyir olsun. Öncəliklə sevincliyim, çox sağ olun. Həqiqətən sizin YouTube-da yerləşdiyiniz Sakit ol dərslərə baxdım. Ona əsasən hazırlanıb getdim. Həqiqətən onlara baxıb getdim. Keçmişəm imtahandan. Çox sağ olun. Çox sağ olun. Bir də müəllimə bir şey soruşum sizdən. Müsahibə onlayn olacaq ya belə canlı olacaq? Onu bilmək istəyirəm mən. Ki onlayn yoxsa əyani olacaq? Çox güman ki 75% ehtimalla danışıram ki, onlayn olsun. Yəni ya telefon ya kompüter başından sizə link gələcək. 20 dəqiqədə sizə vaxt verəcəklər. Bu 20 dəqiqə ərzində sizə suallar verəcəklər onlayn şəklində. Onlayn ola bilsin. Çünki mən başqa yerdəyəm, işimi ehtiyatda görmək istəyirəm. Amma deyirlər ki, mən filan yerə getmək istəyirəm, istirahətə getmək istəyirəm, nə bilim nə. Xeyr, mənim yaşadığım yerim müvəqqəti başqa yerdir. Yəni onlayn olsa xanımlar, bu telefonu da bir yerə qoyub mən o günlərin bir müsahibə verdim. İşdə elə 20 dəqiqə vaxt vermişdilər. 20 dəqiqə müsahibənin suallarını verdim. Çıxdım elə iş yerində. Mən yaşayış yerim başqadır müvəqqəti, amma işləyəcəyim yer başqadır deyə. Uzaqdır da biraz. Hə, başa Əvvəldən gedim. Çox sağ olun. Müəllimə, müsahibə onda onlayn olacaq. Yəni bu dəqiqdir, yoxsa dediyim kimi 75%lik ehtimal verirəm. Çünki bir çox yerdən layihə rəhbərindən soruşmuşam, dedilər hələ dəqiq deyil, amma çox güman ki onlayn olsun. Baxın, layihə rəhbərlərindən soruşmuşam bunu. Müəllimə də keçən necə olmuşdu? Keçənin onlayn olmuşdu. Əksər onlayn olaraq götürmüşdülər. Aha, çox sağ olun. Amma siz hər ehtimala hazırlaşın. Bir sentyabr ayının ilk həftəsinə qədər plan qurmayın. Xahiş edirəm. Bura qədər gəlmisiniz, əziyyət çəkmisiniz. Sentyabr ayının ilk həftəsinə qədər sizdən çox xahiş edirəm, plan qurmayasınız əlavətən. Sonra kimdir? Başqa kim nəsə sual vermək istəyirdi? İkinci olaraq Xədicə Cəfərova. Salam müəllimə. Öncə sizə öz təşəkkürümü bildirim. 45 bal toplamışam. Sizə amma çox gözəl. Təbrik edirəm. İmtahana 2 gün qalmış. O qədər icma hazırlıqları çıxmışdı ki, mən hələ onda sizi tapmamışdım da. Qoyun biraz sizə xoş mənada tərifləməyəcəm, həqiqətləri deyəcəm. Təşəkkür edirəm əzizim. Yəni o qədər icmadan hazırlıqlar eləyən müəllimələr var idi ki, bilmirdim hansına qoşulum, hansını eləyim, amma heç birinin danışıq tərzi, yazı tərzi mənim xoşuma gəlmirdi. Təsadüf nəticəsində mən sizin qrupa qoşuldum. Gördüm o qədər təmənnasız olaraq hər kəsə öz yardımınızda əsirgəmədən kömək edirsiniz ki, indiki dövrdə inanın Allaha sizi kimi insanlar barmağına saylasa qədərdir də. Bir bu hərəkətiniz, yəqin ki eşidirsiniz də siz məni. Eşidirəm əzizim, eşidirəm. Hə, gördüm sizi. Bir bu addımdan sonra mən sizdən xahiş elədim ki, olar mən sizin dərsinizə qoşulum. Siz məni ödənişli qrupa qoşdunuz. Yəni ödənişsiz olaraq məni ödənişli qrupunuza qoşdunuz. Orada o qədər gözəl, səlis. Yəni ki, qısa bir müddətdə bacardığınız qədər proqramı çatdırdınız da. Yəni demək istəyirəm ki, mən sizin sayənizdə o 45 balı toplamışam. Yəni Allah xoşunuz olsun. O qədər bir dənə loru söz var. Dərsi su elib qoyursunuz ağzımıza, bir dənə onu udmaq qalır da. Yəni o dərəcədə. Sizə öz təşəkkürümü bildirirəm. Sualım ondan ibarət idi ki, bu müsahibə götürəndə hər kəsdən yəni bir qoşulacaq, yoxsa biriniz ayrı-ayrılıqda qoşulacaqsınız. Birinci sözlərinizə görə, gözəl sözlərinizə görə Xədicə xanım sizə çox təşəkkür edirəm. Siz özünüz çox çalışqan bir xanımsınız. Həm şirindirsiniz, həm çox çalışqansınız. Xahiş etdiniz, mən xahişinizi başım gözüm üstünə deyib. Əlbəttə
son vaxtlar idi artıq orada. Onun üçün mənim ödəniş almağım mən üçün çox yersiz bir şeydir. Mən onu özümə heç çığırışdırmazdım. Əlbəttə ki, xahiş etdiniz, bunu etdim. Təşəkkür İnanırsınız edirəm. müəllimə, Siz də ki, məni doğrultdunuz. adi bir PDF-ləri pul qarşılığında satırlar. Yəni hal-hazırdakı müəllimlər. Amma sizin elədiyiniz o qədər böyük şeyləri təmənnasız eləməyiniz, nə bilim valla indiki dövrdə həqiqətən də barmaqla sayılası insanlardan birisiniz. Allah ürəyinizə görə versin. Ürəyinizin çörəyin həmişə yeyəsiniz ki, əminəm ki, yeyəcəksiniz də. Çox sağ olun. Təşəkkür edirəm xoş sözlər. Müəllimə, Var olun. Mən o Tərif üçün mən canlını açmamışam. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Hepiniz canlısınız, əzizimsiniz. Yox, mən onu öz sevincimi sadəcə fikrimi bildirməyinə çatdırmaq istədim, öz fikrimi çatdırmaq istədim müəlliməyə. Bir də ki, müəllimə, o müsahibədə məsələn bir məktəb üzrə 10 nəfər əgər namizəd varsa, 10 nəfəri birdən qoşmayacaqlar. Yox, 10 nəfər heç bir şey. Müsahibə dediyimiz bir şəxsə uyğun olaraq aparılır da. Hər birinə ayrı gün, saat təqdim olunur. Məsəl üçün siz deyirsiniz ki, 10 nəfər var. 10 nəfərin məsəl üçün 5 dənəsini bir gün içərisində saat olaraq əlavə edirlər iş saatları içərisində. Qalan 5 dənəsini sabahsı günə. Və suallar dəyişir, yəni eyni sualları vermirlər. Bəlkə də eyni gün olanlara eyni sualları verə bilərlər, amma digər günlərdə dəyişdirirlər. Eyni sualları verməyəcəklər. Ay, sağ olun, başa düşdüm. Oldu. Çox sağ olun müəllimə. Əzizim. Başqa sual olan ikinci kim? Jalə Məmmədova. Axşamınız xeyir olsun. Buyurun. Salam müəllimə. Müəllimlə bir sual cavab etmək istəyirəm. Jalə Məmmədova, əlinizi qaldırmısınız. Birinci sırada sizsiz. Bəli, müəllimə, salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Müəllimə, mən belə eşitmişdim ki, yəni icmada əsas baxırlar ki, yəni məktəbin yaxınlığında yaşayırsanmı, yoxsa yox da, yəni müsahibədə deyir nə qədər uğurlu olsan da, məktəbin yaxınlığında çox yaşamırsansa, müsahibədə kəsirsən. Çünki keçən il bizdə bir qız keçmişdi. Elə düzdür. Müsahibədə də ona demişdilər ki, əgər məktəbdən çox uzaqsınızsa, siz ola bilsin ki, yəni mərhələdən keçə bilməzsiniz də. Uzaqlığa baxırlar. Yəni çox uzaq olanda, məsəl üçün piyada gediş-gəliş biraz çətin olanda, maşınla qısa bir müddət deyilsə, uzaqlığı problem edirlər. Düzdür, bu məlumat düzgün bir məlumatdır. İncidirlər. Onu soruşmaq istəyirdim. Çox sağ olun. Sağ olun. Ayşən Abdullayeva, əlinizi aşağı sala bilərsiniz müəllimlər. Axşamınız xeyir olsun. Səsiniz gəlmir Ayşə müəllimə. Nə olar, zəhmət olmasa biraz telefona yaxınlaşardınız, mən eşidərdim sizin səsinizi. Gəlir, indi çəkin. Aha. Demək olar ki, mən bir gün hazırlaşdım. Axşamdan hazırlaşıb səhər imtahana getmişəm. 39.90 bal toplamışam. Təbrik edirəm əzizim. Sağ olun. Bir də ki, mən sualım odur ki, deyək ki, misalən, müsahibədə indi dəqiq vaxtı bilinmir də, 3 günə də ola bilər, bir həftəyə də ola bilər, 5 günə də ola bilər də. Əsas, yəni